Əziz abituriyentlər, əziz şagirdlər, 5 iyul 2026-cı ildə imtahana düşmüş. Deməli, suallardan istəyirəm birində izah edeyim. Bu da çox asan bir sual tipidir. 8-ci sinif 7 əlaqələndirilmiş yəni bir sualdır. Deyək ki, 8-ci sinif həcmində olan bir sualdır. Hansı cümlədə tərz hərəkət zərfliyi fe'li bağlama ilə ifadə olunmuşdur? Bizə lazımdır tərz hərəkət zərfliyinin olsun cümlədə və ifadə vasitəsilə fe'li bağlama olsun. Necə deyirlər, ağlı başında olan, normal bilgi olan bir şagirdin necə deyirlər, göz qırpımında bir su içimdə necə deyirlər, həll edə biləcəyi sualdır. Baxaq, A variantında yazır ki, ana övladlarını tək başına böyütmüşdür. Düzdür, bu cümlədə tərz hərəkət zərfliyi var. Böyütmüşdür xəbərdir. Kim böyütmüşdür? Ana böyütmüşdür. Kimi böyütmüşdür? Övladlarını tamamlıqdır. Necə, nə cür, nə tərzdə tək başına. Amma bu tək başına sözü fe'li bağlama deyil. Çünki burada bir fe'li bağlama şəkilsiz zad yoxdur. Qaranlıq düşdükcə sərin meh güclənirdi. Burada da güclənirdi xəbərdir. Nə güclənirdi? Meh güclənirdi. Hansı meh, necə meh? Sərin bunu təyin edir. Nə zaman sərin meh güclənirdi? Qaranlıq düşdükcə. Burada fe'li bağlamanın tərkibi var. Həm də ki, o zaman zərfliyidir də. Tərz hərəkət zərfliyi deyil. Deməli, A ilə B getdi. Biz kəndə girəndə Xədicə ilə qarşılaşdıq. Qarşılaşdıq. Kim? Deməli, biz qarşılaşdıq. Kim ilə qarşılaşdıq? Xədicə ilə qarşılaşdıq. Nə zaman? Kəndə girəndə. Burada bir fe'li bağlama tərkibi var. Burada zaman zərfliyi deməli C də deyil. Səməd səbirsizliklə mükafat gözləyirdi. Gözləyirdi xəbərdir. Kim gözləyirdi? Səməd gözləyirdi. Nə gözləyirdi? Və yaxud nəyi gözləyirdi? Mükafatı, tamamlıq. Necə, nə cür, nə tərzdə səbirsizliklə. Burada düzdür, tərz hərəkət zərfliyi var və zərflə ifadə edilir. Yəni səbirsizliklə sözü bilir ki, fe'li bağlama deyil, fe'li bağlama şəkilçisi yoxdur bu sözün üzərində. Deməli, bizim cavabımız Y variantı eləyəcəkdir. Aslan gülə-gülə otaqdan çıxdı. Nə etdi? Çıxdı. Kim çıxdı? Aslan. Deməli, haradan çıxdı? Otaqdan. Necə, nə cür, nə tərzdə? Gülə-gülə. Burada A, belə bir bilirsiniz ki, fe'li bağlama təkrarlanan şəkilçisi var. Burada gülə-gülə sözüdür. Tərkibdə deyil, müstəqil şəkildə cümlədə tərz hərəkət zərfliyi kimi işlənmişdir. Ona görə bəli, bizim bu testimizin də doğru cavabı edəcək elə gülə-gülə Y variantı.